Salyan rayonunda yolların bərbad vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub. Yağış yağan kimi yollar keçilməz hala düşdüyündən uşaqlar məktəbə gedib gələ bilmir, insanların gündəlik gediş-gəlişi çətinləşir. Sakinlər bildirir ki, əvvəlki icra başçısının dövründə vəziyyət bu qədər acınacaqlı deyil idi. Onların sözlərinə görə yağış yağmağa başlar-başlamaz yollar tamamilə yararsız hala düşür. Vətəndaşlar aidiyyatı qurumlardan məsələni nəzarətə götürüb problemin həlli üçün tədbir görmələrini istəyirlər. Qeyd edək ki, Salyan şəhər İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur. O bu vəzifəyə 2024-cü ildən təyin olunub. Salyan rayonunda Ağazadə küçəsi. Baxın görün nə gündədir. Buradan uşaq çıxır, məktəbə gedir. Buradan evdən çıxır, tərtəmiz var bu da. Tərtəmiz çıxırsa qırağa çıxan kimi bura baxın, gör nə günə qoyublar bunlara. Bu düzəltmirsən, bu uşaqları da fikirləşirlər. Bu uşaqları fikirləşirlər, bunlar dərsə gedirlər, eləyirlər. Bu daha. Palçığa baxın burada. Xahiş edirəm, lazımlı orqanlar görsün, onun barəsində tədbir görülsün. Təmiz biabırçılıqdır, heç yerə getmək olmur buradan. Köhnə prokuraturanın yanıdır, buralı. İt günündədir, bərbad günündədir. Buralığı təsəvvür edir ki, əlimlə təmizləmişəm, sular geçsinlər, axsunlar geçsinlər, təmiz biabırçılıqdır. Baxın da, maşınların gəlmə yerlərinə baxın, gör nə gündədir buralı. Təmiz it günündədir, daha qazıblar, töküblər, burada onlara gedirsən it günündədir, bərbad günündədir, daha. Daha, yalandan yamaq vırıblar ki, güya yamaq vırılıb it günündədir. Yəni, bir də xahiş edirəm, lazımlı orqanlar desin. Deyirsən, deyim. Çəkim deyirsən, sözü. Çəkiliş elləm də, çəkiliş elləm. Allahdır, Xəzər TV yapıram oyna. Baxın, Salyanın vəziyyəti bu vəziyyətdədir. Sonra deyirlər ki, uşaqları təhsildə niyə yayındırırlar? Bu uşaqları mən təhsilə nətər göndərim? Baxın da maşının gəlməyinə baxın, qazelin gəlməyinə var, cılım var, sudur. İt günündədir, bərbad günündədir. Baxın. Yəni it günündədir. Xahiş edirəm, lazımlı orqanlar tədbir görsün bu barəsində.